uşaqlığımızın ən dadlı və ən məşhur şirniyyatı olan pirojna hazırlayırıq. Videoya keçməmişdən əvvəl hər kəsdən xahişim kanala like atmağı, abunə olmağı unutmayaq. İndi isə keçək hazırlanma qaydasına. Qaba 5 ədəd yumurta, 1 stəkan şəkər tozu əlavə edib ağarana qədər çalıram. Daha sonra 1 kasa qatıq, qatığın üzərinə soda əlavə edirəm, 1 kasa yağ, qabartma və vanil əlavə etdim. Un isə 1 stəkan yarım istifadə etdim. Qabın dibini yağlayıram, daha sonra unlayıram ki, rahat şəkildə qopsun əgər kağız kalkanız yoxdursa. 180 dərəcədə təxminən 40 dəqiqə müddətində bişirdim. Bişirdikdən sonra soyumasını gözləyirəm. Soyandan sonra bu cür stəkanlardan istifadə edib 2 yerə bölürəm. Daha doğrusu bu cürə yumrular kəsirəm və ortasını 2 yerə böldüm. Siz istəsəniz ikisini üst-üstə də qoya bilərsiniz. Ancaq mənim keksim çox gözəl qabardığından bir dənəsini istifadə etdim. İlk olaraq ara hissəsini kremləyirəm. Krem olaraq qaymaq və malokodan istifadə eləmişəm. Daha sonra üzərinə növbəti qatı qoyub qıraq hissələrini də kremləyirəm. Qıraq hissələrini kremlədikdən sonra üzərinə də krem çəkib, krem çəkdikdən sonra qırağından çıxan oxuntuları mikserdə ovuntu halına gətirib üzərinin hər tərəfini bağlayıram. Və bizim çox məşhur, çox dadlı şirniyyatımız hazır olur. Həqiqətən də məncə bütün evlərin ən dadlı şirniyyatı, bütün illərin ən dadlı şirniyyatı deyərdim ki, bu pirojnalardır. Siz də hazırlayın. Əminəm ki, sizdə bundan da gözəl alınacaq. Əgər videomu sona qədər izlədirsəz, video like və bəyəni etməyi unutmayın. Hələ də kanala abunə deyilsinizsə, məni bu video ilə tanıyırsınızsa, kanala keçid edib digər videolarla da tanış ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, yeni videolarda görüşənədək hələlik.